Allah Taala bizim dəyərli, əziz şairimizi rəhmət eləsin. Həqiqətən Həsənköy bu həyatdan köçməklə bizim bütün dostların bəlkə də ürəyinə dağ çəkdi. Həqiqətən bizim üçün böyük bir itki idi. Şəxsən bizim üçün deməzdim, bəlkə də ki, ədəbiyyatımız üçün, bizim qələm əhli üçün böyük bir itki idi. Allah Taala Həsənkürü rəhmət eləsin. Həsənkürün atasına da böyük səbr arz edirəm. Həqiqətən də o cümlə oğlu. Çünki Həsənkür həm Vətən müharibəsinin qəhrəmanı idi, iştirakçısı idi. Həsənkür deyərdim ki, biz dostların qəlbində elə bir yer tapmışdı ki, həqiqətən də bəlkə deyərdim ki, bir qardaşımızı itirmişdik. Həqiqətən biz qardaşımız qaldıq. Bizim üçün, mənim şəxsən kiçik qardaşım idi o. Allah rəhmət eləsin hakim. Həqiqətən də sənə mən can sağ arz edirəm. Allah Taala sənə ömrü versin. Həsənin o bir balasını Allah Taala min budaq eləsin. O gün olsun, qismət olsun ki, onun toyunda iştirak edək. Allah Taala sənə can sağlığı versin ki, İnşallah onun boyu böyüməsində Allah Taala sizə ömür versin. Ömür arzulayır. Nə qədər ömrüm var, nəvəm kömək edəcəm. İnşallah nə qədər yaşayacam kömək edəcəm. Hələ güncədə gəlir, gedirəm özümdə nətər olacaq. Nə qədər yaşayacam kömək edəcəm. Allah sizə ömür versin. Bu rəhmətə günəndə də sən bura çəkirsən. Bəli, borcumuzdur. Bizim borcumuzdur. Bizim borcumuzdur. Allah səndən razı olsun. Allah hamımızdan razı olsun. Bizim borcumuzdur. Çünki Həsənkür elə bir insan idi ki, hər kəsin qəlbində özünə yer tapmışdı. Onun sadəliyi, onun səmimiyyəti, onun insanlığı biz üçün bəlkə də hər şeydən üstün idi. Allah Taala şairimizə rəhmət eləsin. Sağ olun. Gələn çəkib gəlmişsiniz. Allah köməyiniz olsun. Təşəkkür edirəm. Həqiqətən Ümidsadə də Həsənkürün yaxın dostu idi. Allah Həsənkür qardaşımızın ruhunu şad eləsin, məkanı cənnət olsun. Allah ruhun daim qürurlu, məğrur qərar versin öz dərgahında. Allah ailəsinə, yaxınlarına, əzizlərinə səbr əta eləsin. Həsənkür haqqında danışılası sözümüz çoxdur. Həqiqətən çox gözəl insan, bütün dostlarının, yaxınlarının dərdinə, qəminə şərik olan böyük ruhlu şair idi. Sözün xidmətində duran, sözü başa düşən insan idi. Allah dərgəni rəhmət eləsin. Allah şad olsun. Onun ürəyində olan zənginlikdən gedir. Onu görməyə gedir. O az yaşı ilə bizdən kiçik idi. Amma bizdən daha böyük düşünür. Bugün Səidə xanım tədbirdəki dedi o sanki bizim tədbirdə şairlərin sanki böyüyü idi. Biz onu bəli, onu gözləyirdi hər birimiz. Onu gözləmədən o Bakıdan çıxırdı, biz tədbirdə çatanda o Bakıdan çıxırdı. Bakıdan saat yarıma gələcək, 1 saata gələcək, 2 saata gələcək, nə vaxt gələcək, o vaxta qədər onu gözləyirdik. O girirdi içəri, onun da arxasıca biz girirdik. O ora şeir məclisi idi, ora Payız gecələrində fərq eləmirdi. Bizim qardaşımız, dostumuz, o bizim artıq böyüyümüz idi. Çox təsirlənirəm, həqiqətən çox təsirlənirəm. Heç vaxt bu qədər, bəlkə də indi ürəyim elə açıldı ki, danışmağa, ürəyim çox sağ olun sizdə bu. Allah razı olsun, borcumuzdur. Fikir irəli süzmüsünüz. Çox sağ olun, Allah sizdə əziyyətinizi itirməsin, sizi bizə çox görməsin. Sağ olun, təşəkkür edirəm. Həqiqətən də elə şeylər var ki, yəni ürək doludur, danışmaq istəyirsən, bəzən danışa bilmirsən. Bəzən də ancaq danışmamaq yaxşıdır. Amma heyf elə bir şairi biz tez itirdik, gənc itirdik. Amma bizim bir ömür, bizim xatirələrimizdə qalacaq, bizim övladlarımızın xatirəsində qalacaq, kiçiklərimiz də, bizdən sonraki gələn nəsillər də onu Əliağa Vahid kimi, Füzuli kimi, Nəsimi kimi, Nizami kimi, Mirzə Ələkbər Sabir kimi, Şəhriyar kimi, Xəlilrza Ulutürk kimi tanıyacaqlar. Tarixə düşəcək. Bəli, tarixə düşəcək. Öz ədəbiyyatı var idi, öz dəsti xətti var idi. Həsən heç kim oxşamırdı. Həqiqətən də dəsti xəttində bunu mən yox, böyük şairlər də təsdiq eləyər. Həsən heç kim oxşamırdı öz sözündə. Məkanın cənnət olsun. Ruhu şad olsun. Hər şey həmişə də o deyir ki, dost tutan adamlar da yetim olur. Dost tutan adamlar həqiqətən yetim olur. Mən yaxınlarımı itirmişəm, əzlərimi itirmişəm, cavan əmioğlumu itirmişəm, dayılarımı itirmişəm. Bəzilərində ağlım kəsən vaxt olub, bəzilərinin ağlım kəsməyən vaxtlar olub. Amma Həsəni itirəndə başa düşdüm ki, İnsan əzizini itirəndə necə pis olur. Məkanın cənnət olsun, ruhu şad olsun. Həsənkür həmişə mənə Əmican deyirdi. Əmican nə qulluq? Nə vaxt hər gün həftədə yazma Əmican nə qulluq? İnşallah dedi sənin övladların toyunda. Övladların toyunda deyir, iştirak edəcəm amma mən çağırasana toyuğa. Sənin oğlanların toyunda oynayacam amma nə qulluğun olsa inşallah qismət, Allah qismət eləməli. Allah ruhunu şad eləsin. Allah axirətin versin. Allah razı olsun. Yenə deyirəm, demişəm,
həmişə qulluğundayıq. Sağ ol. Bir qardaşım kimi hər zaman qulluğundayıq. Dünən gələr, bizə gələr, niyəsən deyər. Borcumuzdur. İnqilabdır, Səidə xanımdır, ola hamısı, Allah hamısı, özünüzü hamısı, Bəli, bəli, bəli. ola hamısı sizə özü Allah sizə razı olsun. Bəli, bizim borcumuzdur. Bizim Həmişə də qabaqçı olmuş. Bəli, bizim borcumuz, Hə. bizim Dəfində borcumuz də ki, çəkimsən burada, TikTokda gedir hamısı. Bir kitabın təqdimatında deyil ki. Hə, Bir kitabın mən təqdimatında. bilirəm, hə. Buyurun. Bakıda 28. Mədəniyyət evində də orada sarlandı. Hə, düzdür, hə, oradan. Allah rəhmət versin, ruhu şad olsun. Həqiqətən insan kövrəliyir. Həqiqətən mən deyirəm ki, Həsənin dünyasını dəyişəndə, şimdi mən neçə günə ağladım. Yəni o qədər mənə ağır təsir eləmişdi, ağır. Mən o dərdi, o necə Həsənin itkisini qəbul edə bilmirdim. Həqiqətən, valla zaman insana təsəlli verir, insana təsəlli verir, düz deyil. Amma yenə də insan o ağrını çəkir, o acını çəkir. Həsənin yoxluğunu hər zaman hiss edir. Valla. Hər şey dünən kimi. El bilir ki, Allah Allah Taala rəhmət eləsin. Ruhu şad olsun. Allah köməyiniz olsun. Allah köməyin olsun. Həsən də ki, bəlkə də bizi onun ruhu eşidir burada. Bəlkə də Həsən bizi duyur. Həsən, ruhun şad olsun qardaş. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun. Görüşərik inşallah. Görüşərik. Sağ ol. Sağ ol. Allah.